Salam az dostlar, hər vaxtınız xeyir olsun. Hər zaman olduğu kimi Gəncə şəhərindən Duz maşınlar bizdə. Gözəl qardaşım, sizə mən bir neçə gün bundan əvvəl bir dənə X5 təqdim edim. Dedim şəxsi sürdüyüm maşındır, gözəl qardaşlar, dəyərli qardaşlar. Maşınımızı baxın, dedi X5'dən 11-12 min. Sənin gözəl qardaşım, dəyərli qardaşım. Sən bir o gedib 12-13 minə soruşdun X5'ə də bax. Sonra gəl buna da bax. 4 dənə təzə təkər. Və bunların ən vacib olanı nələrdir? Bax, dəyərli qardaşım, bilmirsən, mən də səni başa salmaq borcumdur, çünki mən də əvvəllər bilmirdim. Görəndə 4-4 motor, 4-8 motor, dedim elə X5'in hamısı eynidir. Xeyr, gözəl qardaşım, bax, bu gördüyünüz X5 udarsız, vuruqsuz, oradan-buradan kosmetikası olan X5'dir. Qiyməti isə 18 mindir. 2005-ci ildir, iyun ayının 12-si çəkib paylaşıram. İyun ayının 25-nə qədər də vaxt qoyuram. 25-nə qədər nə vaxt qarşınıza çıxdı bu video? YouTube kanalımızda, TikTok'da nə vaxt qarşınıza çıxdı, zəng edə bilərsiniz. Əlaqə nömrəsi 077 735 28 88. Bax, gözəl insan. Yaxında sərmat olmasa, bunun motorxanasını çəkib göstərdəcəm. Mən salonunu göstərdəcəm. Bu vəziyyətdə belə bir maşın, Fiyanet Fipat Brez, tam ideal vəziyyətdə. Mən bu maşını aldığım adam da bəlkə izləyir. Mən bunu 21 mindən yalvara neçə aldığımı gözləyir. Bax, mənim dəyərli qardaşım. Bu motorda sənin 13-14 minə belə bir vəziyyətdə varındısa da gətir elə mən özüm alırım. Mən sağ 14 min sahib verirəm. Bax, bu motorda belə bir X5'in 14 minə varındısa gətir mən alırım. Yoxsa yalanlar, köpa basmaqla, nə bilim, arvad orada burada danışmaqla deyil. Əsas odur realçılıq olsun. Bir dənə maşınımızı çəkər tabii. 4 dənə təzə təkər. Ünvanımız Gəncə şəhəri yarmarkanın yanıdır, dəyərli qardaşım. Lükuna kimi var, şüşə lüklü panorama. Maşınımızın konserninə kimi işləyir. Heç bir problemi yoxdur. İstəsəm bu maşına mən zamanət də verirəm. Nə yaxşı zamanət? Çünki özüm xeyli vaxtı sürürəm. Bilirəm ki, bu maşında heç bir şey olmur. Sadəcə mostunu mən alandan dağıtdım, qabaq mostu dağıtdım. Hərə bir qiymət dedi, Allah var eləsin, bizim Gəncə şəhərində BMW servis açılıbdır. Çox gözəl işçiləri var, hər biri də düzgün, gözəl qardaşlardır. 300 manata pakovka bir dənə most aldım, bağladım. Qranatının biri 45 manatdır. Nivanın mostu 450 manat, 70 manat da əlimuzludur. Bu gördüyüm maşınımız Nivadan ucuz gəlir zapçası. Dəyərli qardaşım, X5 deyəndə hər kəs qaçır. Yanacağı da Nivadan 1 litr fərq edir. Əgər inanmayan varsa, gəlsin yanıma, mən ona sübut edeyim. Siz o dediyiniz, o çəkindiyiniz X5'lər, gözəl qardaşım, 4-4 köhnə motorlardır. Qoşa vanusu olur, vanusunda problem olur, motorda taqqıltı olur. X5 azarkeşləri bilir ki, bu maşınlar necədir və hansıma deyir, hansı motorlar necədir. Mən şəxsən bu maşını aldığım bu gündən bəri, aldığım adama çox sağ ol deyirəm, minnətdaram və bəlkə də izləyir hələ də bizi. Və bu maşının da bu gündən belə heç bir problemi yoxdur, kim də istəyir, aparıb sürə bilər. Təbii ki, yolunuzu gözləyirəm. Öpürəm, zəhlər imkan vermir, çəkilişimiz də bu qədər. Hər birinizi Gəncə şəhərində, Yeni Gəncədə, yarmarkanın yanında salonumuzda gözləyirəm. Və bizdən hər maşın alana gördüyünüz Zansoverimizin bir kuponu hədiyyə edir. 100 manat kupondan hədiyyə verilir. Dəyərli qardaş, bu gündən bir yox, 10 kupon hədiyyə verirəm. Çünki əvvəl 500 biletimiz idi, indi 5000 bilet elədi. Kim də istəsə biletimizin bir 10 manatdır. Gəlib ala bilər, inşallah yaxın zamanda da oyunumuz başlayacaqdır. Yolunuzu gözləyirəm. Öpürəm, bağla deyilsin.